Axşamınız xeyir olsun, salamlar mərdinizi. Təbrik edirəm futbolçularımı. İlk öncə ancaq təşəkkür düşür. Belə oyunla, belə insanlı oyunla, belə bərk müdafiə ilə, gələksiz hücumlarla. Belə 10 nəfər qaldılar, elə 90 dəqiqə oynadılar, amma komanda təzyiqkarlıq göstərdi, komanda oyun nizamını göstərdi və belə komandalar görəndə, belə iş görəndə əlbəttə ki, daha da qarşı takımlar daha da ciddi oluruq. Onlar açılan Kaxaya və komandasına. Özümüzə gəldikdə vacib qalibiyyət idi. Biraz bəlkə oyunumuz bura qədər fərqli alındı. Hər bir halda qarşımızda yaxşı bərk müdafiə olunan bir komanda var idi. İstədiyimiz bir neçə qol da düşünülmüş. Onda və ümumiyyətcə bəzi elementlər vardı, hansı ki, onu mən meydanda gördüm. Amma hər bir halda az idi, daha çox eləmək lazım idi. Biraz belə şərait, bəlkə bir saniyələrdən 10 nəfər arxansıq oldu. Buna baxmayaraq, qalibiyyət üçün güc sərfilədilər. Təbii ki, futbolçularıma bəlkə futbolçularımızın hansı ki, sona qədər biz də oldular. Təşəkkür ederim. Buyurun. Uzun hareket sonunda. Ümumiyyətlə, belə bir fikir gəldi ağlıma. Ona görə yox ki, elə daha çox sınavdan keçirmək çünki olmaz idi 11-11 oyun nəticəsində olardı. Sadəcə rəqibdə düşünmək lazımdır. Sanki orada minimum bir həftə yəqin hazırlaşıb bizdən oyuna və birdən-birə belə düşünməmişdik. Məşqin də oyun planını pozdu. Bəlkə elə bizim də oyun planımızı biraz pozdu. Biz də biraz fərqli atmışdıq. Əvvəl düşündüm ki, verməsin sanki. Sonra epizoda baxanda bizim ola bilər ki, verəcək, yəqin ki, verəcək böyük ehtimal. Amma məncə bəzən belə hallar hər iki komandaya gələcəkdə fayda verir. Bir daha deyək ki, bu komandanın xarakteri daha da gücləndi. Dostlaraki bir-birinə dəstək olurlar. Ağda olmaq istəmirlər. Və eləcə bizə ki, böyle ilk saniyelərdən baxdıraq 90 dəqiqə azlıqda oynadılar, amma hücumlarımızın sayı az oldu. Yəni, düşündüyümüz, istədiyimiz, hazırlaşdığımız hücumların sayı az oldu. Yəni, bizə də qarşı oyunlarda daha diqqətli olmaq və daha diqqət lazım olacaq. Buyurun. Yox, qətiyyən belə bir fikir yox idi. Məndə də futbolçularda hər oyuna maksimum nəticə üçün açırıq və onun da sona kimi mübarizə aparmasaq, nəyisə düşünsək ki, qarşıdakı oyuna sağlam olaq və yaxud nəsə biraz oyunumuz da alınmaz heç. Nəsə qətiyyən belə. Yox, çünki bu oyunda hər oyuncu üçün çox vacibdir. Çıxanlı oyunlardır. Ona gündən oyunu düşünərək belə bir düşüncəmiz yox idi. Sadəcə ola bilər ki, heyət ona qarşı oyuna formalaşdırılır. O da 1-2 maksimum ola bilər dəyişiklik olsun, amma tam fərqli oyunlardır. Fərqli, yəni bu çempionatın tam fərqlidir. Çünki hər oyun vacibdir və hər oyunda çalışırıq ki, rəqiblər fərqlidir. Burada biz fərqli hücumlar, başqa bir bəzi fikirlər olacaq. Çünki
rəqib 5 müdafiə oynayırdı, rəqib daha çox 4 müdafiə oynayır, amma sadəcə bəzən onları da olub 5 müdafiə. Komanda oyunlarında Betlərin müdafiəsi eləmişdilər, amma 5 müdafiə oynayırdılar. Biraz Bakıda fərqli oyun ola bilər. Sadəcə biraz futbolçuların idman formasında biraz disbalans var idi ayrı-ayrılıqda. Çünki hərdəki oyundan sonra Qarazaqşanla oyunda o müdafiəçilər etmişdik. Oynamışdı. Biraz disbalans var. İnşallah Betlərin oyuna oyuncuların hazır səviyyəsi yaxşı olmalıdır. Buyursun. Ancaq sevinirəm belə oyunculara, hansı ki, və əsasən də oynamağına. Bugün Qarabağa qarşı, onlara qarşı, Sabaha qarşı oynayırsa da, 90 dəqiqələrində olursa, qeyd etdiyim kimi çox məsuliyyətli pozisiyada oynayırsa, məşqçi güvənirsə ona, hakim məşqçi güvənirsə, bu məndən potensialına xəbər verir. Ümumiyyətlə, belə oyuncular hər biri bizim diqqətimizdədir, biz onları daima izləyirik. Və həm sol, həm sağ müdafiəçiləri də müdafiədə çox fərq etdilər. Çox bəyəndim. Qarşısında var idi, dayı var idi, var idi. Asanlıqla məğlub olmaqlar onlar. Komandanın, ümumiyyətlə komandanın xarakterini müdafiədə məncələrdə olmayıblar. Buyursun. Ben yine maçtayım. Son maçı. Var. Buyur ama. Onda Qarabağ Kopenhagen nələr edəcək? Tam etməmişik, amma hələ bu oyundan sonra daha yaxından, daha çox analiz etməyə başlayacağıq. Ümumi məlumatımız var, amma ayrı-ayrı detallara qarşıdakı günlərdə baxacağıq. Hazırlığı da yani. Hazırlığında onun ən üstün cəhətlərindən biri ümumiyyətlə onun fiziki qabaritləri, fiziki hazırlığı. Hazırlığını bərpa edən futbolçulardan biridir. Sadəcə xeyli müddət oyunlarda iştirak etmədi. Sadəcə oyun təcrübəsi lazım olacaq. Bu da bizə qarşıdakı oyunlarda bir faydası olacaq. Çünki bəzi rəfəslər edəcək qarşıdakı oyunlarda. Oynadıqca öz formasını qayda ediləcək, amma deməzdim fərq. Məşqə baxsaq, məşqlərdəki performansına baxsaq, elə də çox fərq yoxdur, amma bəli, amma ondan biraz fərq var. Ola bilər. Çok sağ olun. Sağ olun. Teşekkürler.